başlayandan bəri, yəni çoxdandan. 88-ci ildə meydan var idi, cəmaat yığılırdı orada, tələbələr, işçilər, hamısı. Bu da o meydanda, o hərəkətdə iştirak edənlərdən biri idi. Bakıda yaşayırdı onda. Ümumiyyətlə Bakıda yaşayıb, məktəbi qutarandan bəri Bakıya getdi. Sonra burada tərcüməyə də dediyi kimi, məktəb qutaraq yenidən, yəni ən axırda gedəndə dənizdə işləyirdi. Kəşfiyyat büronu var idi, kəşfiyyat büronunda işləyirdi. Bu ən ağır işdi yəni. Sonra biz də sonra köçdük Bakıya, orada yaşayırdıq. Sonra bir də gətirdi bizi elə bir ki. Dedi ki, mənim işim var, siz gedin rayona. Mən də gələrəm sonra. Getdi bir də 20 gündən sonra gördü ki, hərbi paltarda gəlir. Bildik ki, 20 gün bizi böyle qoyandan sonra Lehbatamda bir hərbi iş keçibdi, hərbi orada öyrənibdi. Düzdür, özü kəşfiyyatçı olubdu. Almaniyada olubdu, orada kəşfiyyatçı vəzifəsində olubdu. Yəni, yaxşı, çox təltifnamələr də var idi, hamısı yaxşı, əsgərin yaxşı keçirdi. Gəldi ki, bəs 20 gün orada Voyenidə işləyibdi, oturubdu, yəni öyrənibdi, sonra da gəlibdi Ağdam rayonuna. Onu da deyim ki, könüllü getmişdi, dəfələrlə ərzə ilə müraciət eləmişdi, onun ərzəsini geri qaytarmışlar ki, dənizdə işləyirsən, olmaz. O vaxtda buron deyirlərdi, yəni buna olmazdı. Oraya getməyin dərdindən 2 dəfə işdən çıxdı ki, məni cəbhəyə gedim, yenə də aparmadılar ki, sənin körpə uşağın var da, olmaz. Onda 8 aylıq idi, daha doğrusu 4-5 aylığından getmək istedi, yəni balaca. Nəsə təzədən qayıtdı, girdi işinə, yəni ordular da dedi ki, yəni mən rayona gedirəm da, heç iş yerinə də deməyibdi. Gedibsə Ağdamda döyüşübdü, kəşfiyyatçı olubdu. Yəni Ağdaşlı olasan, Bakıda yaşayasan, deyib Ağdamda kəşfiyyatçı olasan, özü bir ağır iş idi. Ağdamda bizim tanışlarımız var idi, dəfələrlə gəldi ki, yəni o kəşfiyyatdadır, hər dəfə ağır işlərə gedir da bunu. Heç olmadığı ki, elə belə döyüşdə iştirak eləsin. Gəldi ki, yox. Dəfələrlə öz dəstəsini, komandasını ölümdən xilas edibdi. Kəşfiyyat gətirərək, dil gətirərək, oradan məlumat alaraq. Yəni, çox xeyli dəyibdi o öz komandasına neçə dəfə. Axırıncı dəfədə kəşfiyyata gedəndə gecə vaxtı oldular, gediblər, 3 nəfər oldu. Üçü də həmən o sahil qəsəbəsindən olub, elə bir ki, Bakıdan gedibdi belə, 30 nəfər. 3 nəfərlə gediblər, orada minaya toxunublar, gəldikləri yerdə. Yəni, üçü də şəhid olubdu. Üçünü də bir gündə elə bir ki, sahil qəsəbəsinə gətirdilər. Biz təbii ki, xəbərimiz olmayıb, yəni biz rayonda idik. Gedib oradakı yaşadığımız binanın qabağına. Orada gözləyiblər, sonra deyiblər ki, yox, ailəsi burada yoxdur. Orada qardaşı yaşayırdı, təzədən qardaşı xəbər tutub gediblər, qardaşının yanına aparıblar. Onun cənazəsini. Sonra oradan rayona gətirdilər. Rayona gətirdilər ki, yəni yaşadığı torpaqda, anadan olduğu torpaqda, qoy orada da dəfn olunsun, gətirdilər. Ağdaşın şəhidlər qəbristanlığında dəfn edilirlər. Ondan Ağdaşa gələn bu müharibə başlayandan bəri 3-cü şəhid idi. Onda mədəniyyət edin qabanda həmçinin təntənəni götürürlərdi orada. Miting olurdu, çox belə hamı onun qəhrəmanı haqqında yanın yoldaşları gəlmişdi. Onun haqqında danışırlar. Yəni belə, təbii ki, biz gedə bilmədik ora. Yəni Ağdaşın şəhidlər qəbristanlığında dəfn olunubdur da onun orada çəkilən şəkillərindəndir. Orada çəkilibdir. Şimdi bakmak istəyirsən, uşaqlar yaxınlaşın.